Dediyiniz qüvvələrin ki, regiona maraq olan qüvvələrin 92-ci ildəki senarisine baxaq. Yenə həmin məsələlər qaldırdı. Əlişan Ümmətovun rəhbərliyi ilə Heydər Əliyev hakimiyyətdə olan dövrdə ordu qoşunları cəbhədən çəkildi, Sürət Hüseynov qoşunlarını çəkdi, Talış Muğan Respublikası yaradıldı. Azərbaycanı yenidən təhvil verməyə çalışırdılar ki, tarix təkrarlanır ifadəsi ilə. Ulu Öndər bu təkrarlanmanı pozdu. Öz gəlişi ilə bugünkü müstəqilliyimizi, hal-hazırki müasir müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir. Biz bu dönəmdə yaşamışıq və bunu görmüşük meydanlarda ki, Azərbaycanın hakimiyyəti Laçını təhvil verdikdən sonra o qüvvələrə təslim olaraq daxili auditoriyaya biz müstəqil ola bilmərik terminini gətirməyə çalışmışdı. Bu zaman Ulu Öndər Heydər Əliyev məsələləri pozdu. Və cənab prezident nə üçün bu 3+3 formatları və digər məsələlər, tarixi zəhirətin yenidən formalaşması, dünya ölkələrində aparıcı dövlətlərin güc artımı və güc göstəricisi çərçivəsində Azərbaycana yazılmış iki tarixi təkrar yaşatmasınlar. Məsələ